Hər vaxtınız xeyir, dəyərli abunəçilərim. Hər birinizi xoş gördük kanalımda. Bugün çox istəklər üzərinə Kür və Araz çay sahillərində yerləşən rayonlarımızı keçəcəyik. Deməli, Kür çayının hər iki sahilində olan rayonlara baxaq. Kür çayının hər iki sahilində, məsələn, burada ən qərbdən başlasaq, Ağstafa, Tovuz, Şəmkir və Samux rayonları. 3 rayonu ardıcıl yadımızda saxlayırıq. Ağstafa, Tovuz, Şəmkir və Samux rayonu. Gəldik burada mərkəzi aranda artıq Mingəçevir, Yevlax, Mingəçevir şəhəri və Yevlax. Daha sonra Sabirabad, Salyan və Neftçala. Bunlar, ümumiyyətlə Sabirabad rayonu bilirik ki, Kür və Araz, Sabirabad rayonu Suqovuşan kəndində birləşirlər, qovuşurlar. Deməli, burada Sabirabad, Salyan, Neftçala rayonunda Kür artıq Xəzər dənizində tökülür. Yəni, mənsəbi Neftçala rayonunda yerləşir. Deməli, ilk öncə yenə başlayırıq. Ağstafa, Tovuz, Şəmkir, Samux. 4'ünü bildik. Daha sonra Yevlax, Sabirabad, Salyan və Neftçala. Növbəti baxaq. Kür çayının sağ sahilində yerləşən rayonlar. Burada Ağstafa bayaqları hər iki sahildə yerləşirdi. Bax, göründüyü kimi Ağstafa, Tovuz, Qazax. Amma burada Qazax rayonu, Qazax sağında yerləşir. Goranboy, Bərdə, Ağcabədi, Beyləqan, İmişli və Saatlı. Burada Sabirabad 2 rayon 2 sahilində idi, amma Saatlı 1. Saatlı buradan Neftçala, Salyan hər iki sahilində idi, amma Saatlı xeyr. Bir sahildə, yəni özü də sağında yerləşir. Bir daha deyək, Qazax, Goranboy, Bərdə, Ağcabədi, Beyləqan, Qarabağ İqtisadi rayonundan Ağcabədi, Beyləqan, Bərdə və İmişli, Saatlı rayonları daxildir. Bu da Milmuğan. Deməli, Qazax, Goranboy, Bərdə, Ağcabədi, Beyləqan, İmişli və Saatlı rayonları Kürün sağında yerləşən rayonlardır. Araz çayının sol sahilində, indi Kürün sağına da baxacağıq. Araz çayının sol sahilində olan rayonlar, daha doğrusu Kürün solu qaldı, ona da baxacağıq. Arazın solunda yerləşən Naxçıvanda bütün rayonlarımız Arazın solunda yerləşir. Bir tek burada Şahboz rayonundan başqa. Baxın, Sədərəkdir, Şərur, Kəngərli, Babək, Culfa, Naxçıvan, Ordubad. Naxçıvanın bütün rayonları. Yalnız Şahbozdan başqa hamısı Araz çayının solunda yerləşir. Və Naxçıvanın bütün rayonları, uşaqlar, Ermənistanla həmsərhəddə yerləşir. Yəni, Ermənistanla həmsərhəddə hamısı. Bir də Naxçıvan şəhəri var burada, onu deyə bilmərik. Sədərək yeganə rayondur ki, 3 ölkə ilə sərhəddədir. Həm İran, həm Ermənistan, həm Türkiyə ilə sərhəddədir. Yeganə ölkədir. Daha doğrusu rayondur. Buradan isə biz deməli Şərqi Zəngəzurda Zəngilan və Cəbrayılı deyəcəyik. Şərqi Zəngəzur İqtisadi rayonundan Zəngilan və Cəbrayıl. Qarabağda Füzulin deyəcəyik və Milmuğanda da Beyləqanı deyəcəyik. Deməli, bir də baxırıq. Sədərək, Şərur, Kəngərli, Babək, Culfa, Ordubad, Zəngilan, Cəbrayıl, Füzuli və Beyləqan rayonları Kür çayının, daha doğrusu Araz çayının solunda yerləşir. Bayaqlar dedik, Beyləqan Kürün sağında da yerləşir. Yəni Arazın solu Kürün sağında yerləşir. Arazın hər iki sahilində yerləşir cəmi 3 rayon uşaqlar. Arazın 3 rayon, daha doğrusu Respublikamızın 3 rayonu Arazın hər iki sahilində yerləşir. Burada hansı idi? İmişli, Saatlı və Sabirabad. Sığlar, Sabirabad, İmişli və Saatlı və Saatlı Kürün də sağındaydı. Sabirabad Kürün həm Arazın hər iki sahilində yerləşir və İmişli də Kürün sağında yerləşir. Kürün sol sahilinə baxaq. Burada çox rayon daxil deyil. Buradan başlasaq Ağdaş, Zərdab, Kürdəmir, Hacıqabul. Şəhər olaraq Şirvan şəhəri də Kürün solunda yerləşir. Amma 4 rayon, 4 iqtisadi rayon Kürün solunda yerləşir. Ağdaş, Zərdab, Kürdəmir və Hacıqabul. Sağdan başlasaq Hacıqabul, Kürdəmir, Zərdab və Ağdaş. Bir də Şirvan şəhəri Kür çayının sol sahilində yerləşir. Bir də video çəkmək istəyirəm sizlərlə, hansı rayonlarımız, hansı ölkələrlə sərhəddə yerləşir, onları da bilməliyik. Yəni, məsələn, burada qeyri-adi bir şey yoxdur. Burada Balakən, Zaqatala, Qax, 3-ü yerləşir hər iki ölkə ilə sərhəddə. Buradan 3-ü yerləşir hər iki ölkə ilə. Yəni, 2 ölkə ilə sərhəd deyəndə Balakən, Zaqatala, Qax, Tovuz, Qazax və Ağstafa. Qazax, Ağstafa, Tovuz, bunlar həm Gürcüstan, həm Ermənistanla. Balakən, Zaqatala, Qax isə həm Rusiya, həm deməli Gürcüstanla sərhəddə yerləşir. Burada Qusar, Xaçmaz rayonlarıdır. Bunlar hansı ölkə ilə? Rusiya ilə sərhəddə yerləşir. Baxın, Qubanın heç yerə çıxışı yoxdur. Qusar həm deməli Xaçmaz daha doğrusu həm Rusiya ilə sərhəddədir, həm Xəzər dənizinə çıxışı var. Və bu ərazidən də Naxçıvan bütün rayonları 2 ölkə ilə sərhəddir. Sadəcə Şahbuz yalnız Ermənistanla sərhəddədir. Bunu diqqətlə baxmalıyıq. Burada Şahbuz rayonu ancaq Ermənistanla, İranla sərhəddə deyil. Burada da ki Zəngilandır, Cəbrayıldır, Füzulidir, Beyləqan, İmişli və bunlar olacaq. Deməli
İranla sərhəddə yerləşənlər Biləsuvarı deyəcəyik. Məsələn, burada Cəlilabaddır, Yardımlıdır, Astaraya qədər hamısı. Bir dənə Lənkəran, Astarada uşaqlar, bu iqtisadi rayon olaraq Lənkəranda Astara və daha doğrusu Lənkəran və Masallının İrana çıxışı yoxdur. Qalanlarının var. Xarici ölkəyə hər birinin çıxışı var. Bir dənə Masallı və Lənkəranın çıxışı yoxdur. Amma Lənkəran ovalığının xarici ölkəyə çıxışı var. Yəni İrana çıxışı var. Lənkəran ovalığı desə İranla sərhəddə yerləşir, amma Lənkəran və Astara, Lənkəran və Masallı rayonlarının İrana çıxışı yoxdur. Burada Muğan düzünün də çıxışı var. Və Kür çayının sağındakı rayonları bir daha saymaq istirdim. Qazax, Goranboy, Bərdə, Ağcabədi, Beyləqan, İmişli və Saatlı. Qazax, Goranboy, Bərdə. Burada Samuxu qarışdırmayaq. Samux hər iki sahilində idi. Necə ki, Ağstabadır, Tovuzdur, Samuxdur. Hər iki sahilində yerləşirdi. Bərdə, Ağcabədi, Beyləqan, İmişli, Saatlı isə sağında yerləşənlərdir. Bayaqları İmişli və Saatlı həm də Arazın sahilində yerləşir oluna bilməliyik. İmişli, Saatlı, Sabirabad. Sabirabad hər iki sahilində yerləşir, həm Kürün, həm Arazın. Çünki Sabirabad rayonunda Kür və Araz bir-birlərinə qovuşurlar. Bax, burasını da bilməliyik. Belə başqa nə istəkləriniz var? Bir də sivilizasiya dərsini izah edəcəm. Çünki o dərsi də istəyənlər çox idi. Sivilizasiya dərsini də gələn dərsimizdə bu dərsdə də paylaşacağam. Hər birinizə inşallah uğurlu olsun. Bu mövzulardan tez-tez düşür. Çalışın, diqqətlə qulaq asın və diqqətli şəkildə öyrənin. İmtahana az qalıb. Hər birinizə uğurlar. Sağ olun.